hoş gəlmişsiniz. Sizi hədəf liseyində görməyə çox şadıq. Mən müəllim tərəfi Azərbaycan Müəllimlər İnstitutunun məzunuyam. İxtisasım ibtidai sinif müəllimidir. 5 ildir ki, hədəf liseyində çalışıram. Eyni zamanda Hədəf Liseyi Qurtuluş Korpusu Balabilgə Uşaq Bağçasının direktoruyam. Sizləri burada qarşılamaqdan məmnunam və istəyirəm ki, həmkarım da özünü təqdim eləsin. Salam, hörmətli müəllimlər, hər birinizə xoş gördük. Mən də Əskərova Aysel, ibtidai sinif müəlliməsiyəm. Mən də Xəzər Universitetini bitirmişəm və artıq 6 ildir Hədəf Liseyində çalışıram. Və bizim dərsimiz əyləncəli, maraqlıdır və inanıram ki, siz də öz dərslərinizdə müəyyən fragmentlərdən istifadə edə bilərsiniz. Hər birinizə uğurlar arzulayırıq, hətta özünüzə belə. Və buyurun, başqa? Deməli, öyrətmək, öyrənməkdir devizi ilə yola çıxırıq. Bilirik ki, hər bir müəllim daim öz üzərində inkişaf eləməlidir. Hər bir müəllim yeni bilirik ki, necə deyərlər, artıq texnologiyanın daha çox inkişaf elədiyi bir dönəmdə mütləq lazımdır ki, özümüzü inkişaf etdirək, yeni metodları, yeni triyumları öyrənib, öz pedaqoji təcrübəmizdə də istifadə edək. Mən ən çox bu nümunəni hardan götürmüşəm? Müəllimlərim var ki, həqiqətən yaşları da, təcrübələri də daha çoxdur. Lakin indinin indisində də belə, yəni 60 yaş üzərləri var, amma bütün təlimlərə qoşurlar, bir təlimdən qalmırlar. Hətta soruşanda ki, müəllimə nə yaxşı bu qədər həvəssizliyi necəkdir? Universitetdə tələbələrimə keçəcəm, bu təlimləri istifadə edəcəm. Ona görə düşünürəm ki, heç vaxt öyrənmək üçün gec deyil, yaxşı müəllim, bütün pedaqoji bilikləri ilerləmək istəyən müəllim hər zaman öz üzərində çalışmalıdır. Məqsəd yenə deyirəm, burada ola bilər biz sizdən nəsə öyrəndik, siz bizdən nəsə götürdünüz, nəsə öyrəndiniz. Amma bir saatin içində, əgər icazəniz varsa sizə uşaq kimi xitab eləyək, biz də bir saatlıq sizin müəlliminiz olaq. Razısınız? Razıyıq. O zaman vaxt itirmədən dərsimizə keçək və sizə kiçik bir səhnəciyimizə tamaşaya. Salam dostlar, necəsiniz? Hoş gəlmişsiniz. Bir gün toyuq həyətdən öz-özünə danışaraq elə hey şikayətlənirdi. Belə haqsızlıq olar. Heç kəs belə diqqət etmir. İnsanlar da sadəcə onlara yumurta verən vasitə olduğumu düşünür. Amma hər kəs məni eşitməlidir. Ey dünya, məni eşidin. Mən adi bir toyuq deyiləm. Mən sizin həyatınıza böyük töhfə verən bir varlığam. Hər səhər sizə tərtəmiz yumurta verirəm. Bu yumurtalarla dadlı yeməklər hazırlayırsınız. Bəzən isə onları bazarda satıb pul qazanırsınız. Amma heç kim bir dəfə də olsun mənə təşəkkür etməyin. Bu zaman arı vızıldayarak ona yaxınlaşdı. Arı vız vız vız, arı vız 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 diye çalışır. Ne olur, ne siz güzdanınıza bir yumurta yumurtlayırsan sesin alemi götürüp. Sen hiç bilirsen o yumurtanın insanlara ne faydası var? Benim tek senin yumurtan faydalıdır. Bəs benim balım uşaqlar, benim balım faydalı değil. Faydalıdır. Gördün? İnsanlar, beni görürsünüz. Bir bilseydik sizin hayatınız için necə vacibəm. Belki onda beni çok kıymetlendirirdiniz. Ben adetli bağlarısıyam. Ama küçük bedenimle dünyaya büyük töhfələr verirəm. Her gün çiçekleri gezerek miktar toplarım. Sizce bu yalnız bal hazırlamak içindir? Elbette ki hayır. Üstaddınız. Ben hem de çiçekleri tozlandırıram. Meyveleri, terevizler, hatta en sevdiğiniz güller bile benim emeğim sayesinde inkişaf edir. Her gıda parçasında benim zəhmətim var. Seher süfrələrinin bezeylidir benim balım. Her gün seher bal yesəz, güne bilirsiniz necə başlayarsınız. Bol enerjili, aferin size uşaqlar. Ve birdən İpək qurdu bunların söhbətini eşidərək onlara yaxınlaşdı.
yaxşı dostlar. Meyci danışmaya. Yaxşı ki varıq və canlılara faydalıyıq. Belə dostlar, necə oldu? Xoşunuza gəldi tamaşamız? Aha, sevdiniz, bəyəndiniz də biz də çox sevindik. Deməli, tamaşamızdan da göründüyü kimi bugünkü bizim mövzumuz olacaq canlıların canlılara faydası. Yəni dərsimizin adı canlı təbiətin harmoniyası olacaqdır. Deməli, biz öyrəndik ki, arının bizə nə kimi faydası var? Kim deyək? Bal verir. Tək bal verir. Çiçəkləri tozlandırır. Bəs ipək qurdunun Aha. sonra hansı Sonra? qaldı? Toyuq deyək. Yumuşaq yastıqlarımız, balıqlarımız toyuğun tükü sayəsində olur. Eyni zamanda yumurtasını yeyərək güclənirik, qüvvətlənirik. Tamam, bunları bildik uşaqlar. Bəs başqa hansı heyvanlar var ki, onların təbiətə, insanlara faydası var? Var ki, elə bir şey. Yoxdur. Mən bilmirəm. İnəkləri var. Ləzzətli tortlarımız, şirniyyatlarımız həmin o yumurtadan, süddən hazırlanır. Bəs başqa varmı bizim xatırlamaq? Aferin qızım. Eminim, bəli, onun yunundan da istifadə edirik, düz deyil. Başqa? Başqa xatırlayırıq, nəsə varmı başqa müəllimə? Hətta dərman belə hazırlayırlar süzgündən. Bəli. Hatta bizim o uzun kulağımızın Bəli, ses sütünden istifadə Onu olunur. dərman kimi. Bəli, sabunlarla hazırlanır. Yaxşı. Keçinin de Bəli, sütünden bəli. istifadə olunur pendirinden. Bəli, elə dəvdən də qeyd etdik biz. Eyni zamanda digər heyvanlar da var ki, hətta uşaqlar keçmişdə onlardan nəqliyyat olmadığı bir dövrdə minik vasitəsi kimi istifadə edirlər. Məsəl üçün dəvəyə uzun məsafələr qət edirlər. Eyni zamanda qeyd etdiyimiz uzun qulaqda yük daşıyırlar. Təkcə onların bizə qida ilə yanaşı deyil, eyni zamanda digər tərəfdən də faydaları vardır. Və biz danışdıqca görürük ki, dostlar, həqiqətən də həyatımızda olan canlıların mütləq canlılara bir faydası var. Zəncirvari bir-biri ilə bağlıdır. Təsəvvür etsək ki, bitkilər həyatda olmasa, nə baş verər o zaman? Bitkilər yoxdur. Oksigensiz qalar. Heyvanlar olmasa nə baş verə bilər canlılar üçün? Canlıların Qidası. Həmiş qida mı? Başqa? Torpaqda olan bakteriyalar məhv olmalı. Bəli, təşəkkür edirik müəllimlər, möhtəşəmsiz. Və əziz dostlar, bizim deməli biletlərimiz aha, buradadır. Oradadır. Deməli əziz dostlar, bizim kinoya biletlərimiz var. Bugün sizin üçün bir hədiyyəmizdə kinoya biletlərimiz var. Ancaq bu biletləri bizə elə belə vermirlər. Necə vermirlər? Və biz bunu özümüz qazanıb, pul qazanıb əldə etməliyik. Sizcə biz bu biletlər əldə etməyimiz üçün bu qeyd etdiyimiz heyvanlardan nə edə bilərik ki, nə əldə edə bilərik ki, pul qazanaq? Məhsulu satarıq. Bəs o məhsulu necə əldə edəcəksiniz? Məsələn, burasındadır. Öz əməyimizlə, əlimizin qabarıyla biz o məhsulu qazanacağıq. Necə? İndi yolunu sizə göstərəcəyik. Eləsə qruplara bölünək dostlar. Necə bölünürük? Aha, gözləyək. Buyurun, Ayşə müəllimə zəhmət olmasa. Burada 1, 2, 3 nömrəsi yazılıb. Yəni bir olanlar bir komandada olacaq, birlər burada. Bəli. 2 nömrələr burada, 3 nömrələr də bu sırada əyləşəcəklər. Bəli. Öncə hər kəs bir nömrə götürsün. Sonra bizim orada 4 dənə kutumuz var orada. Açar. Təqdim edəcəyik bizə. Siz orada tapmacalar var. Tapmacaları oxuyacaqsınız. Əgər düz tapdınızsa belə deyirsiniz, mən ya təsdiqləyəcəm, ya yox. Əgər təsdiqlədimsə, orada açarlar var. Siz açarları, orada misal üçün, o qapı nömrəsinin içərisində onu tapırsınız, yoxlayırsınız da bir hansıdır nömrəsi. Və içərisində müəyyən bir məhsul var və yaxud da bir əşya var. Onu götürüb, bunun üzərinə yapacaqsınız.
Amma düzgün sırayla. Düzgün sıralamanı düzgün aparmalısınız. Aha. Və tapmacaları oxuyacaqsınız sonra. Mənə deyəcəksiniz. Və oradan da bu məhsulu alacaqsınız. Aha, indi qrup işinə keçməzdən öncə bizim dəyərli sistem müəllimimiz artıq bizdən neçə ildir, hətta bu təlimlər başlayan neçə gündür də çiyin-çiyinə çalışan Arzə müəlliməmizi təqdim edim sizə. Buyurun Arzə müəllimə. Hərinizi salamlayıram. Artıq dünəmdən hündür müəllimələrin çoxu məni tanıyır. Adım Arzə Şüməməlova. İskan müəlliməsiyəm, sistem və robot texnika müəlliməsiyəm. Bugün sizə qrup işimiz olan matatalardan, əvvəlcə matatalar proqramı haqqında izah verəcəm ki, çünki biz bugün matatalar robotunu gətirmişik. Matatalar robotu, hər kəs fikir versin, ancaq qrupun biri matatalar robotunun işidir. Matatalar robotunun bu iş sahəsidir. Burada robotumuz vardır. Burada onların kodları vardır. Kodlarımız 4 dənə irəli gediş, 4 dənə geri gediş, 4 ədəd sağ, 4 ədəd sol blokumuz vardır. Onlardan kodlaşdıracaq. Və bir də əlavə rəqəm bloklarımız vardır. Rəqəm blokları nədən ötürüdür? Rəqəm blokları ondan ötürüdür ki, bəzən məsələn 5 gedişimiz, 6 gedişimiz olmalıdır. Amma 5-6 gedişi işlədə bilmirik. Çünki bizim cəmi 4 irəli blokumuz var. Onun üçün bizi əgər, məsələn baxın, deyim ki, məsələn 4 dəfə irəli geçsin. Burada 4 dəfə yox, 3 dəfə irəli verəcəm. Niyə? Çünki robotumuz 3 gedişi. 3 dəfə irəli geçsin. Mən 3 dənə irəli blokunu da qoya bilərəm. Mən, baxın, rahat şəkildə 3 dəfə irəli geçsin. Sağa dönsün. Bir də 2 dəfə irəli geçsin. İrəli geçsin. Baxın, robotumuzu çalışdırır. Eynən bu robotu, yəni burada simülasiyonu gördünüz, hər biri robotun üzərində vardır. Yəni blokumuzun gibi, baxın, çalışdırır. Aha, hansı kodu vermişəmsə? 2. Vermişəm sağa dön, 2 dəfə irəlici. Eyni, baxın, eyni kodu ikinci, yəni bu da matatalar robotumuzdur. Robotumuzun özüdür, bu iş sahəsidir. Bir də əlavə matatalar olan tapşırıqlardır. Bizə verilən tapşırığı taparkən bloklar vasitəsilə Oxuyursun, cavabı altında gizlənir. Kodlaşdırıb cavabları taparsınız və siz də anlayasınız. Cavabı tapdığımız zaman oradakı vərəqə götürülür və siz artıq bilməlisiniz ki, arı birinci bal əldə etmək üçün arının iş prinsipi nədir? Arı birinci hara gedəcək, nədən sonra nəyə getməlidir və ən sonunda balını almalıdır. Bəli, bu prinsipi yerinə yetirdiyiniz zaman balı əldə edəcək. Tamam mı? Növbəli ikinci qrupumuz isə üzərində tapmaca olan və içində tapmacanın cavabı olan obyektlər var və zəhmət olmasa oxuyuruq, cavabını tapırıq. Cavabını tapdığımız zaman sizə açarlar verilir və o açarlar vasitəsilə əgər siz tapmışıqsa qapılar açılacaq və siz sistemimizə bunu düzgün yerləşdirəcəksiniz. O zaman nə əldə edəcəyik? O ipləri, amitlərdən götürülür. Əgər bəli, qazançalar iplər onların sayacaqlar. Aha, başlayaq. Buyurun mənimlə zəhmət olmasa. 8-i və start düyməsini basırıq. Əgər doğrudursa qapı açılacaq. 8. Bəli. Doğrudur. İndi isə dostlar, yumurtaları toplamalısınız. Ancaq nə qədər yumurta toplayacaq, üzərindəki misalları həll etsin. Teşekkürler dostlar. Növbəti qrupumuz ballar qazandı. Birinci komandada yerinə yetirdiyi tapşırıq Və yumurtaları elə belə götürmədik hindən. Bizim müəllimlərimiz misalları həll etdikdən sonra nə qədər yumurta var idisə, səbətdə ona uyğun yumurtanı götürdü. Biz bu dərsi həm bağça və məktəbə qədər dövrdə, məsələn 5 yaşlılar üçün çox rahatlıqla 10 dairəsində bu tapşırıqları riyaziyyatdan qoyub bağçada müəllimə rahatlıqla istifadə edə bilərsiniz. Eyni zamanda
Ətraf aləm bizim dərsimiz həyat bilgisidir. Biz bunu həyat bilgisindən riyaziyyata inteqrasiya etmiş olduq. Eyni zamanda yenə həyat bilgisindən arının iş prinsipini, faydalı heyvandır arı bizim üçün, Matatalab robotu ilə, yəni texnologiya inteqrasiya etmiş olduq və həm arının iş prinsipini öyrəndik, həm də robot vasitəsilə uşaqlar sağ-sol çalışmalarında da bunu çox rahat istifadə edə biləcəklər. Yenə cəhdlik, çeviklik tələb edən növbəti 3-cü tapşırığımızda isə ipək qurdunun iş prinsipini müəllimlərindən alınmasını və burada verilən tapmacaları, Azərbaycan dilinə inteqrasiya etmiş olduq. Tapmacaları taparaq içindəki qutuları açaraq, qutuları açıb içindəki barama və kəpənəkləri artıq Bəli. Və bir şey deməyi unutdum, qapının kodunu almaq üçün isə müəllimlərə hecalar təqdim olundu və onlar o hecalardan birləşdirib söz yaratdı, cümlə yaratdı. Cümlədəki qalın saitlərlə incə saitləri toplayaraq onların cəmindən biz qapının kodunu almış olduq. Yenə burada da riyaziyyata inteqrasiya etmiş olduq. Hər tərəfli, belə deyək də, dərslərimizi fənlər arası inteqrasiya etmiş olduq. Aha, indi aramızdan yaxşı satış qabiliyyəti icra edəcək bir nəfəri seçirik və məhsulu yarmarkaya təqdim edir. Hörmətli alıcılarımız, siz də bura Allah zəhmət olmasa. Buyurun, kim olacaq bizim yarmarkaya? Orada bizim Deməli, biz bu sapları necə əldə elədik? Tapmacaları tapdıq və hər tapmacanın açarını, açdıq qıfılını və orada açmasını doğru olduğunu baxdıq və beləliklə qazandıq ipək saplar, baramadan ipək saplar hazırlamış olduq və bunu satışa çıxartdıq. alın razı olun. Deməli, təbii ipək saplardır, alın, razı qalın, gözəl parçalar toxuyun, parçalardan gözəl paltarlar isteyin, geyinin, bəzənin. Çox sağ olun. Buyursun növbəti komandamız. Bizdə də komanda şəklində tapşırıq verilmişdi. İncə saitləri, bir də samitləri topladıq, çıxdıq, öldük, vurduq. Hər şeyləri və yumurtaları hər qutudan, sehirli qutunu açdıq oradan. Orada da kodları da. Bəli, hə, orada da hesabladı. Aha, gözəl. Növbəti komanda. Tapşırıq maraqlıydı. Həm informatika, həm riyaziyyat, həm təbiət. Bütün bilgilərini yerinə idi. Sistem toplamı, sistemin bütün funksiyalarını toplayan bir tapşırıq idi. Proqramı topladıq. Əvvəlcə tablo üzərində, sonra isə tapmacalara cavab verərək, təbiət elementlərindən istifadə edərək, tapmacalarımıza cavab verərək, sonda nəticəmizdə robotumuz hərəkət edərək son nəticəni bizə göstərdi və bizə balı necə deyərək qazandı. Bal isə bilirik ki, necə şəfalıdır, can sağlıqlıdır, enerji verir sizə, ona görə mütləq şəkildə baldan istifadə. Və indi isə satış üçün keçə bəyək. Sən isə yumurta yedirmək bal verir. Bal verir, bal. Şəfadır canım, İki yana biri hədiyyə. Gəlin, tək yumurtasından bal özü faydalı, həm qabığı faydalı. Yəni siz səbət alın deyirsiniz. Səbət
etməlidir? Pulu necə xərcləməlidir? Və bizim hətta 40 dəyərimiz var ki, hədəf liseyində hər həftənin öz dəyəri var. Biz burada sahibkarlığı göstərmiş olduq ki, siz orada əldə etdiyiniz məhsulları satmaq və o satışdan qazanc əldə etdiniz, gəlir əldə etdiniz, qənaət həm də mövzularına toxunmuş olduq. Ən əsası isə uşaqların əmək tərbiyəsi hələ kiçik yaşlarından formalaşmalıdır. Yəni hər bir uşaq əməklə, zəhmətlə, öz əməyinin, zəhmətinin həyatda hər zaman qarşılığını almalıdır. Bu məqamlara da toxunmuş olduq və sizə təşəkkür edirəm ki, tapşırığı çox gözəl icra etdiniz və tapşırıq nəticəsində əldə etdiyiniz məhsulları da hətta bizim yarmarka iştirakçılarına satdınız və siz haqq edirsiniz ki, yuxarıda popkornlu bir sinema izləyəsiniz. Necədir? Aha, elə isə vaxt itirmədən sıraya düzülürük, sıranı pozmadan, səs etmədən qalxırıq yuxarı mərtəbəyə. Nə düşünürük? İlk öncə İngilizcə sözünü eşitdiyimiz zaman ağlımıza nə gəlir? Təcrübə doğumlar. Necə? Təcrübə doğumlar. Fərqli uşaqların əlilliyi olur. Demək, necə adlandıracaq? Sən uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlarla eksperiment eləmək istəyirəm sizdən. Bunu 4 gün öncə başlayıcı bir təlimimiz oldu, inkluziv təhsillə bağlı, orada da göstərmiş oldum və demək ki, belə deyək, mən qırmızı rəngəm, mən deyirəm ki, mən qara rəng deyiləm, mən qırmızı rəngəmsə, mən qara deyiləm, əslində eyni mənanı ifadə edir, düz deyil, həyatda hər bir şeyin fərqinə varmış olar, cəmiyyət də belədir, təbiət də belədir və inkluziv təhsil nə deməkdir? İlqindən, dilindən, dinindən, cinsindən, milli mənsubiyyətindən asılı olmayaraq, təhsilin hamı üçün əlçatan olmasıdır. Yəni, bərabər olmasıdır. Biz məktəbdə təhsil o zaman, belə deyək ki, təhsildir ki, o mühit bütün uşaqlar üçün, bildiyimiz bütün uşaqlar üçün eyni mühiti yaradırıqsa, o zaman təhsil hesab olunur. Yəni, biz uşaqlarımıza, hətta bunu bağçadan, məktəbə qədər dövrdən aşılamalıyıq, öyrətməliyik ki, və məktəb dövrünə də gəldiyi zaman o uşaqlarla birgə eyni mühitdə təhsil almanın fərqində olsunlar. Yəni, bu cəmiyyətdə belə olmalıdır. Və biz ona görə bu kinonu çəkmiş olduq ki, seçmiş olduq ki, sizlərlə hər zaman məktəbdə dərslərimizdə də bunu nəzərə almalıyıq. Sosial model, inkluziv model dediyimiz isə bunu tələb edir bizdən. Yəni, biz onlara uyğunlaşmalıyıq və təbii ki, müəllimlərin bu sahədə özünü inkişaf etdirməsi, təlimlər alması xüsusilə lazımdır. Çünki dərin mövzudur, belə deyək, inkluziv təhsil. Amma mən düşünürəm ki, hər bir müəllim əlindəki imkanlar çərçivəsində bunu etməyi bacarar və edə bilər. Bir yerdən başlamalıdır. O gün təlimimdə də dedim, bir neçə il bundan öncə rəqəmsal deyək, dərslərə keçmək necə çətin kimi görünürdü bizim üçün. Artıq bugün bütün dünya onlayn təhsildən danışır, görüşlərimizi onlayn keçirir. Demək ki, bir yerdən başlasaq, əlimizdəki olan imkanlardan başlasaq, bunu edə bilərik. Buyurun müəlliməm. Mənim özüm davamlı olaraq inkluziv uşaqlarla işləmişəm. İnkluziv uşaq deyil, sağlamlıq imkanları məhdud uşaq. Yəni, belə deyək ki, uşaqların özü üçün heç kimi istəmirdi müəllimlər siniflərində və hal-hazırda sinifimdə 8 dənə psixoloq nəzarətində olan uşaqlar. 30 nəfərlik sinif kontingentində 8 uşaq və onların hardasa 5-i tamamilə sağlamlıq imkanı. Yox, belə deyim də yox. Hərəkət pozuntuları hədsiz dərəcədə çoxdur. Hədsiz mane olurlar, tədrisə də, dərsə də, digər uşaqlarda və digər valideynlər narazı qalır, hamısı davamlı çıxarılması. Valideynləri maarifləndirmək. Bəli, bu məsələdə bizim üzərimizə çox iş düşür. Valideynləri maarifləndirmək. Yəni, məsələn, mən bir tək adamam, 30 uşaqdır. 30 uşağım bugün 3-cü sinifəm. O 3-4 uşağım hələ də hərf tanımır. Hələ də o uşaqlar, hər gün onlara mən əlifba keçirəm, yeni şeylər keçirəm. Yəni, o da öz gücümə də, yəni necə deyim, bunu çatdıra bilmirəm, istəsəm də çatdıra bilmirəm. Mən başa düşürəm sizi, amma yəni bu cəmiyyəti maarifləndirmək, hər bir şey müəllimdən başlayır. Evdə valideyn, məktəbdə Mən uzun müddət ailə qadın uşaq problemləri komitəsində işləmişəm, sırf bu sahə üzrə işləmişəm. Özüm də 3 sosiologiya sahəsini bitirmişəm. Yəni, bu sahə mənim özüm üçün çox maraqlıdır və istəyirəm, amma
Bu bir ortamda alınmır. İstəsək də alınmır. Təbii ki, Bir uşağı bir dediyim tərəf kimi, idarə etmək olur. hər Nəsə bir- çalışırıq. Nə xoşbəxt bizə ki, bir uşağı cəmiyyətə qazandıra bilirik. Sosial mühitə qazandıra bilirik. Amma yəni çox Amma çətin olur. mən bunu məsələn bağça təcrübəmizdən görmüşük. Yəni burada bizim müəllimlərimizdən də var, onlar da deyir. Yəni yüngül avtizm spektr pozuntusu olan uşaq da gəlib, səsə qarşı reaksiyası olan uşaqdır və sizi inandırım 3 ay sonradan uşaq əlinə mikrofon alıb tədbirdə ona verilən rol nöqtəsinə məharətlə Yəni gəlib. səmimi danışaq ki, bizim Səbir. orta nəsil müəllimlərimiz sakitlik ölüsüdürlər. Yəni sinifdən bütün gün niyə səs-küy var, niyə idarə edə bilmirsiniz, niyə? Davamlı. Mən sizə Bundan baxın, siz bugün gəlmişsiniz. qrup işi işlərdiniz və necə sinifdə səs-küy var? Yoxdur. Uşaq olan sinifdə səs-küy Biz də test olmalı. modelidir də bütün ölkə, başına aşağı saldaydı. Xeyr, disiplin o deyil. Baxın, belə bir psixoloji Əslində test özümə də çox var. mehriban və çox xoşbəxtim və də heç kimi incitməcət yoxdur. Bir-birinə kömək Onlar edirlər. mən sizə Bölüşmüşük Onlar uşaqlar. mən sizə bir şeydir. Məsələn üçün, olur ki, nəsə yazanda, nəsə oxuyanda böyüklərdən belə tutun, nəzərdə tuturanda, ya ayağınızı belə sirkələyin, ya kompüterdə oturanda nəsə bir hərəkət edirik, istəmsizcəsinə, istəmədən, düz deyil. Və yaxud da qələmi belə nəyəsə qulaq asır, əlimizdə qələmləri fırladıraq. Baxın, uşaqlarda da belədir. Elə uşaq var ki, oturur sakitcə və təbii ki, bizim indiki belə deyək də, əvvəlki daha çox dövrün müəllimləri də sakit oturub dərsə qulaq asan uşağı daha çox disiplinli və bütün verilən komandaları icra edən uşağı ağıllı hesab edir. Amma mən sizi inandırım ki, bizim bağçamızda, mən bağça daha çox təcrübə bağçadadır da, o hiperaktiv, daha çox hərəkətli olan uşaqların zehnin inkişafı digərlərindən bir qısqadır. Məsələn, uşaq var ki, oturub dinləyir, uşaq var ki, yerdə oynaya, gəzişə, sən ona verdiyin komandanı tutsalar, o onu elə qavrayır. Rəngli sinifdən çox maraqlıdır, hər cür uşaq olur. Bəli, məsəl üçün, biz ona dəmirik, toxun, uşaq uzanırsa uzansın, o onu elə qəbul. Əsas odur, səndən o informasiyanı aldı, qəbul elədi, öyrəndi. Yəni, biz bunu qəbul etməliyik ki, sinifdə Bunu qanuna sakitçilik, yazıb vurmaq lazımdır, məktəb qapısına çıxır. sinifdə Yoxlama sakitçilik gələndə varsa, öyrənmə sırf o sakit sinifdə baş verir. Xeyr, hər uşağın qavraması, hər uşağın eşitməsi, öyrənmə metodu. Məsələn, mən gecikməni sinifdə demək olar ləğv eləmişəm hansı formada. Deyirəm ki, gecikdi kesin olsun yerində, mən izahat verməsin də, deməli hansısa bir səbəbdən gecikmirsən. Bir dərs gecikməli olsa, gəlir durmuşsansa, gəlmisənsə gəl. Məsələn, yoxlama gələndə gəlib gördü, o düşərdə idi, 2 uşağım gecikmişdi. 15 dəqiqə gec gəlmişdi. O deyir ki, sən uşağı orada saxlayıb da anlamalısan. Deyirəm, mən dərs getirəm, uşaqdan deyirəm. Yəni, bir-birini yer yuxarıdakına cavab verir. Mən yenə deyirəm, mənim imkanlarım olsa, mən özüm sancaq şəxsi dərslər keçib çevriləmərəm. Özümün deyirəm, Latiyanda tip yarandığı kimi. Başa düşürəm sizə, o dərsin sahibi, o prosesin idarə edicisi nədir? Müəllim fasilitator olmalı, prosesin idarə edicisi müəllimdir. Müəllim sizə verilən proqramı necə istəyirsinizsə, siz tədris edə bilərsiniz. Deyirəm, alternativ tip olur ki, alternativ təhsil istəyirəm. Əsas odur ki, siz onu uşağa verə bilirsinizsə, nə xoş bizə. Və son olaraq onu bildirmək istəyirəm ki, bir pedaqoq olaraq, bir müəllim olaraq, bir bələdçi olaraq, öyrədənlər olaraq, bu iş bizim üzərimizə, hamıdan çox bizim üzərimizə düşür. Vicdanımızla, mən düşünürəm, hələ üzərinə düşən o bir parça nə isə varsa, etsə, o uşaqları cəmiyyətə qazandırsaq, nə xoş bizim halımıza. Uğurlar sizə, hər zaman yolunuz işıqlı olsun. Hər zaman bu təlimlərdə görüşən minnətlər. O əldə etdiyimiz qonaqların yumurtasıyla, inəklərin südüylə, balı ilə hazırlanmış, ev şəraitində hazırlanan kurabiyeləri sizə təqdim edirik. Nuş edərsiniz, təlim sonra. Minnətdarım.